kimin qəlbindən, dinləyicilərdən hansı arzusu varsa, hansı diləyi varsa, xəstələrə şəfa, boşanmışlara barış, evladsızlara evlad, nəvə istəyənlərə nəvə. Və nə qaldı ki, kim bu dünyada, Quran deyir, rahat həyata, sağlam cana, evlada, var dövlətə sahib olmaq istəyirsə, pisliyə yaxşılıqla, xəsizə cömərtliklə, qəzəbə təmkinlə, əzaba düzümlə, şükürdə qalaraq, təkəbbürə imanla qalib gəlib, bütün arzularına burada çata bilər. Bax, mən o arzuları bütün dinləyicilərimə Allah'tan diləyirəm ki, bax, bu lütf etsin insanlar qəlbində ona gəlsin. Hər qəlbdə özü Allah'ın hər bir kəsdədir o. Öz qəlbində Rəbbini tapa bilsin, onunla söhbətə gedə bilsin, etiraf edib rahat yaşam, sağlamca, evlad, var dövlət. Bax, bunu Rəbbim onlara hər birimizə nəsib etsin. Amin.